Zabrat 1-də asfalt yolunun üstündə dostlar. Obyektli 2 mərtəbəli həyət evidir. İşıq stolbalarına kimi hamısı var. Obyektdə necə olacaq dostlar? Baxın. Bura, bu gördüyünüz yer açılacaq. Hamısını sizə izah edəcəm video sonuna qədər baxın. Bu evin qabağı da sizin də hamısı dostlar. 3-4 dənə maşın evin qabağında saxlamaq olur. Baxın dostlar. Bu evin həyəti kimin həyətinə düşmür ha. Elə eynidir. Hamısını izah edəcəm sizə. 3 sotun içində özü də kubçalı. Baxın. 100 neçə kvadrat təkcə bu obyektdir. 100 neçə kvadrat. Baxın. Böyüdü beton kolonlarla hamısı. Burada bayaq göstərdiyim yerdir. Obyekt. Qapı aça bilərsiniz buradan. Burada obyektin ayaq yolusudur. Dostlar. Evi də göstərəcəm sizə. Əlim yanında satılır təcili. Təcil olaraq. Baxın evdə budur. Böyük bir evdir. Evin də elə buradan həyətinə neçə maşın istəsəz yerləşir. Böyük bir evdə asfalt yolunun üstündə. Geçən bir şeydir. Göstərəcəm indi sizə hamısını dostlar. Tələsməyin. Aplikasiyonları çıxırıq. Baxın. Heç kimin həyətinə düşmür. Görürsünüz. Bu obyektin bu tərəfinə kimidir. Buradan da evin altı hamısı obyektir. Dostlar. Böyük bir balkonu var. Ətrafı yaşayışdır. Yolunu göstərməyəcəm görməsinlər. Buyurun dostlar. Bu da ev. Yer laminatdır. Gördüyünüz kimi. Burada bir yataq otağıdır. Qapılar bahalı qapılardır. Bura zaldır. Böyük bir zal var. Zalında da 2 dənə pəncərəsi var. 1, 2. Bura mətbəxidir. Burada bir yataq otağıdır. Dostlar, ev burada hamam tualet. Ev Zabrat 1-dədir. Kubçalıdır, 3 sotun içindədir. Obyektli 2 mərtəbəli evdir. Sənətdəki dediyim kimi kubçadır. Xüsusi mülkiyyət, fərdi yaşayış. Evin də qiyməti nağd alıcıya dostlar. Qiymətdə endirim olunacaq dostlar. Sağ olun, salamat qalın.